Sürtünməsiz mayın müstəvi üzrə hərəkət edən cisim hansı təcirlə düşər? Deməli, sürtünmə yoxdursa, cismin aşağı doğru hərəkət edən zaman hərəkət təcili A bərabərdir J sinus alfa ilə təyin olunacaq. Çünki onu aşağı aparan ağırlığın proyeksiyası mg sinus alfadır. Ona görə də A bərabərdir mg sinus alfa olur və oradan da A bərabər olacaq J sinus alfa. Yəni 10 vurulsun 0,8 eləyəcək 8. Doğru cavab Y variantı olacaq. Sürtünməsiz üfüqi səthdə 16 kq kütləli cisim kütləli X cisminin təcili 2 m/saniyə kvadrat olarsa Y cisminin kütləsini hesablamalıyıq. Sistemin təcili hərəkət etdiyi üçün birinci bu havada düşəndə bunun ağırlıq qüvvəsi bu cismə təsirdən ağırlıq qüvvəsi aşağı və ipdə yaranan gərilmə qüvvəsi burada nə qədərsə burada da eyni qədər olacaq. Bu sistemin təcilini, yəni hansı təcillə cisim hərəkət edirsə, MY cismi də həmin təcillə aşağı doğru hərəkət edəcək və buradan da MY vurulsun A bərabərdir MYJ minus T olacaq. Burada isə sürtünmə qüvvəsi olmadığı üçün T elə MY-yə bərabər olacaq. MX A-ya bərabər olacaq. O da eləyəcək 32-yə. Və buradan da nəzərə alsaq, MY vurulsun A4, A burada 2-dir, bərabərdir 10 MY minus 32 və MY-ləri bir tərəfə keçirsək, 32-ni də bir tərəfə eləyəcək 8 MY bərabərdir 32-yə. Buradan da alır ki, MY bərabərdir 4 kq. 32-ni 8-ə bölü doğru cavab C variantı olacaq. Sürtünmə misalı 0,2 olan üfüqi səthi üzərində X və Y cisimləri şəkildə göstərildiyi kimi F qüvvəsinin təsiri altına hərəkət edir. X cismin Y cisiminə təsir etdiyi qüvvəni hesablamalıyıq. Burada bilir ki, X-in Y-ə təsir etdiyi qüvvəni təyin etmək üçün təsir əks təsir X, Y-ə nə ilə təsir edirsə, Y də X-ə eyni qüvvə ilə təsir göstərəcək. Deməli, ona görə sistemin ümumi təcilini tapırıq, ümumi qüvvəni bölürük ümumi kütləyə. O da eləyəcək ümumi qüvvə olacaq 70, ümumi kütlə olacaq 7, o da bərabər olacaq 10 m/saniyə kvadrat. Və birincinin X-in Y-ə təsir etdiyi qüvvəni tapmaq üçün burada qüvvə F bərabərdir MA olacaq və M 1 kq-dır, Y-in kütləsi 1 kq-dır, A da 10-dur, eləyəcək 10 Newtona bərabər. Doğru cavab D variantı. Yükü Q olan kütlənin L nöqtəsi yaratdığı elektrik sahəsi intensivliyi 27 olarsa, K nöqtəsinin intensivliyi hesablayın. L nöqtəsindəki intensivliyi tapsaq, deməli 2R məsafədə intensivliyin düsturu K2 bölək R kvadratdır. Məsafənin kvadratları tərs mütənasibdir. Məsafə 2 dəfə böyük olan məsafədə intensivlik 27 isə, məsafə 2 dəfə azalarsa, intensivlik 4 dəfə artacaq. Yəni 27-ni vurarıq 4-ə. Bu da eləyəcək 108. Doğru cavab A variantı. Məsafə azalan zaman, çünki intensivlik artır. Müsbət yüklü zərrəcik KLM yolu üzrə hərəkət etdirilir. KL, LM, MN yollarında görülən işləri müqayisə etməliyik. Əgər yük intensivlik vektoru istiqamətində yerini dəyişərsə, görülən iş müsbət olur. Müsbət yüklü zərrəcikdir. İntensivlik vektoruna burada görülən işi, buradakı yer dəyişməsini biz təyin eləsək və buradakı yer dəyişməsini təyin eləsək, görülən iş A bərabərdir eyni yükdür. Q, Y, D-dir. Təbii ki, Q-si də Y-si də eynidir. Sadəcə D məsafəsi dəyişir. Buradakı məsafə bir bölgünü, bölgülər məsafə eynidir. Bir bölgünü əgər biz buradan bura gələndə də yenə də bilir ki, başlanğıcı son vəziyyətdən asılıdır. Elektrik sahəsinin yükün yer dəyişməsindən görülən həm də burada bir cins sahədir. Burada da yenə məsafə D-dir. Burada isə yenə də yer dəyişməsi, yenə də M-dən N-ə yer dəyişmə yenə də 2 bölgü olduğu üçün yenə də məsafələr eyni olacaq. Ona görə də yer dəyişmələri də eyni olduğuna görə görülən işlər də bərabər olacaq. Doğru cavab A variantı olacaq. Ekopotensial səthlər hansılardır? Bütün nöqtədə potensialı eyni olan səthllərə ekopotensial sətlər deyilir. Doğru cavab C variantıdır. Elektrik yükləri X və Y nöqtələrinə şəkildə göstərdiyi kimi yerləşdirilir. Bu elektrik yüklərinin yaratdığı elektrik sahəsinin L nöqtəsində elektrik potensialı 6 volt olarsa, K nöqtəsinin potensialı hesablayırıq. Bu yüklərin L nöqtəsindəki yekun potensialı elektrik yüklərinin, deməli, indi biz deyirik ki, L nöqtəsinə potensial, hər iki üçün L nöqtəsinə potensialını hesablayırıq.
Birinci el nöqtəsinin x yükünün el nöqtəsindəki potensialı fi bərabərdir. K 2Q bölünsün. Bir hər məsafəni r götürsək, bölgülər bərabərdir. Yazılıb burada. Bölək r olacaq. X nöqtəsi, x yükünün el nöqtəsində. Y yükünün el nöqtəsindəki potensialını yazsaq K, Q, mənfi Q bölünsün, yenə də R olacaq. Yekun potensial el nöqtəsində, yekun potensial bərabər olacaq. Bunları toplayanda eləyəcək K, Q bölünsün R. İndi gələk K nöqtəsinə yekun potensialı hesablayaq. Deməli, yəni x yükünün K nöqtəsində yekun potensialını tapın, x yükünün K nöqtəsinə görə potensialını yazsaq K 2Q bölünsün R olacaq. Y yükünün K nöqtəsinə potensialını tapsaq K mənfi Q bölünsün, amma 3 R olacaq. Və yekun potensial tapsaq, biz bunların qiymətini, deməli biz buranı bizə 6 volt verib. Biz bundan istifadə eləməliyik. KQ bölək yeri. Əgər burada KQ bölək yerin yerinə 6 volt yazsaq, bu olacaq 12 volt. Burada isə KQ bölək yerin yerinə yenə də 6 volt yazsaq, 6-nı da 3-ə bölsək, biləcək mənfi 2 volt. Düzdürmü? Və buradan da yekun potensialını K nöqtəsinə tapsaq 12 volt, üstə gələk mənfi 2 volt bərabər olacaq 10 volta. Doğru cavab olacaq B variantı. Kondensator batareyanın ümumi tutumunu hesablamalıyıq. Kondensatorlar, baxırıq bu kondensatorlar paralel birləşdirilib, paralel birləşmədə tutumlar toplanır, eləyir bu formada. Bura olur 3C, bu da 6C'dir. Sonra isə ardıcıl birləşmədə isə C1 vuraq C2, 2-dən olanda bu şəkildə tapırıq. C1 vurulsun, C2 bölünsün. C1 üstə gələk, C2 düsturundan istifadə edirik. O da bərabərdir. 3C vuraq 6C, yəni 18C kvadrat bölək 3C üstə gələk 6C, yəni 9C. C-lər 9C. C-lərin biri ixtisar getdiyi üçün 18-i 9-a böləndə eləyir 2C. Doğru cavab olacaq B variantı. Eyni növ bir mayı müxtəlif kalium qablarına tökülən zaman mayların vəziyyətləri şəkildəki kimidir. Aşağıdakı cavablardan hansı doğrudur? Biz burada doğru cavabı tapsaq, deyək ki, M qabında maye molekul arasında cazibə qüvvəsi maye ilə qabın molekul arasında cazibə qüvvəsindən böyükdür. M qabında maye molekul arasındakı cazibə qüvvəsi maye ilə qabın molekul arasında cazibə qüvvəsindən doğrudan da böyükdür. Çünki maye orada islatmayandır. Ona görə doğru cavab olacaq C variantı. İslatmayan maye birinci qabda, K qabında maye isladandır. M-də isə maye islatmayandır. İsladanda maye ilə bərk cismin molekul arasında cazibə qüvvəsi daha böyük olur. Elektrik sazın qüvvə xətləri mənzərəsindən sonra yüklərin işarəsini təyin etməliyik. İntensivlik xətləri müsbətdən çıxır, mənfiyə doğru yönəlir. Burada 1-dən çıxır, ona görə də müsbətdir. 2-də isə daxil olur, mənfidir. 1 müsbət, 2 mənfi. Ona görə olacaq doğru cavab D variantı. Qərarlaşmış temperaturu istəyir. Teta bərabərdir. M1 T1 üstə gələk M2 T2 bölək M1 üstə gələk M2 olacaq. O da bərabərdir. 0,4 vurulsun 80, üstə gələk 1,2 vurulsun 20, bölünsün M-ləri də toplasaq eləyir 1,6. O da bərabərdir. Hesablasaq. %35 dərəcə olacaq. Doğru cavab D variantı. Şəkildə təsvir olunmuş daxili yaman mühərrikində alışqan şam hansı rəqəmlə təsvir olunub? Alışqan burada, şamımız budur, alışqanımız budur. 2 rəqəmi ilə təsvir olunub. Doğru cavab B variantı. 3 müxtəlif cismin eyni mayədə vəziyyəti şəkildəki kimi göstərilib. Hansı cismin sıxlığı daha kiçikdir? Biz baxırıq ki, eyni mayədə birinci cisim daha üzdə qalıb. O demək ki, onun sıxlığı daha azdır. Ona görə doğru cavab A variantı olacaq. H1-in H2-yə nisbətini bizdən istəyir. H1, H-ın düsturu belədir. V kvadrat çıxaq V0 kvadrat bölünsün 2J-dir. Və birinci üçün tapsaq 4V kvadrat çıxaq V kvadrat bölək 2J. İkinci üçün də tapsaq eləyir. Burada eləyir 3V kvadrat bölək 2J. Burada isə eləyir
9v kvadrat çıxaq 4v kvadrat bölək 2j. Bu da eləyir 5v kvadrat bölək 2j'yə və h1-in h2-yə nisbəti görürük ki, 3-ün 5-ə nisbətidir. Doğru cavab D variantıdır. Eyni hündürlükdə su tökülmüş qablar verilib və qabların müxtəlif vəziyyətlərdə olsa, hamısında mayenin qabın dibində etdiyi təzyiq eyni olacaq. Çünki burada mayenin P təzyiq rho H-dır, rho da J də H da hamısında eyni olduğu üçün təzyiq də eyni olacaq. Doğru cavab Y variantı. Avtomobilin getdiyi yolu istəyir. Getdiyi yol tapmaq üçün buradan 0-dan 40-a gedib, 40 metr burada yol gedib, sonra isə 40-dan 20-yə gəlib, 20 metr burada yol gedib, ümumi gedilən yol 60 metr olacaq. C variantı. Avtomobilin sürətinin zamanla asılı qrafikinə görə orta sürəti bizdən istəyir. Gedilən yola görə VT qrafikinə orta sürəti tapanda yer dəyişməyə görə yer dəyişməni zamana bölürük. Yer dəyişmə də burada fiqurun sahəsini bizə verir. V orta bərabərdir. Trapesiyanın sahəsi olacaq 50, üstə gələk 20, bölünsün 2, vurulsun 10. T'dəki 50 saniyədə bizdən istəyir. Deməli, bu ixtisar gedir, burada qalır 5. Deməli, 70-i 2-yə böləndə burada eləyir belə. 70 bölək 2 vurulsun 5, 10. O da eləyir 7 metr bölək saniyə. Doğru cavab C variantıdır. Qayışlı ötürmədə bilirik ki, burada şəkildə təsvir olunmuş çevre üzrə hərəkət zamanı xətti sürətləri müqayisə etməliyik. Qayışlı ötürmədə sürətlər bərabərdir. Yəni, alırıq ki, VK bərabərdir V elə. Amma burada konsentrik çevrələrdə isə radisi böyük olan sürəti daha böyükdür. M-in radisi daha böyük olduğu üçün sürəti də daha böyük olacaq. Doğru cavab A variantı olacaq. Naqillər paralel birləşmə zamanı gərginlik sabit qalır. Doğru cavab B variantıdır. İstilik miqdarı kalorimetrlə ölçülür. Doğru cavab B variantıdır. İki yük elektrik cihazı məsafəni 2 dəfə artırıb yüklü hər birinin yükünü 2 dəfə azaltsa, kulon qüvvəsi necə dəyişəcək? F bərabərdir K Q1 vurulsun Q2 bölək R-in kvadratı olduğu üçün 16 dəfə azalacaq. Yüklər azalır, məsafə artır. 16 dəfə azalmış olacaq. Doğru cavab C variantı. Maye buxarlanan zaman daxili enerji maye qaz halına keçir. Daxili enerji ona görə artacaq. Doğru cavab B variantı. Kütləsi verilir, yükü verilir, intensivlik olanda təcili istəyir. MA bərabərdir QY düsturuna görə. Buradan da A da bərabərdir. QY bölünsün M olacaq. O da bərabərdir. Q 10 üstü mənfi 3, Y 20 bölək M 10 üstü mənfi 3. Buradan da ixtisar gedir. Təcil olacaq 20 metr bölək saniyə kvadrat. Müqavimət verilir. Paralel birləşdirəndə eyni müqavimət 4 rezistor paralel birləşdirirsə, birin müqavimətini sayına bölürük. 4-ə bölürük. O da eləyəcək 20 bölünsün 4 bərabər olacaq 5 ohma. 1 naqili müqavimət olacaq. Ümumi müqavimət paralel birləşmədə ümumi müqavimət 5 ohma bərabər olacaq. Elektrik tutumu var, yük var. Gərginliyi U bərabərdir Q bölünsün C düsturuna hesablanacaq. Yükün miqdarı 4 vurulsun 10 üstü mənfi 3. Tutum isə 2 vurulsun 10 üstü mənfi 5 olacaq. 4-ü 2-yə böləndə eləyir 2. 10 üstü mənfi 3 ilə mənfi 5 gedir. Burada qalır mənfi 2. O da sürətə qalxanda eləyir 200 volt. Doğru cavab 200 volt olacaq. Müqavimət üçün doğru olan ifadələri cəryan şiddəti ilə tərs mütənasibdir, yanlışdır. Cəryan şiddətindən asılı deyil, gərginlikdən asılı deyil. Gərginliklə düz mütənasibdir, yanlışdır. Doğru cavab 2-3 olacaq. Ümumi cəryan şiddəti A1, A2, A3 ampermetrlərin göstərişini istəyir. Bunun üçün biz birinci ümumi müqaviməti təyinləyək. Bunlar ardıcıldır. Bu qolun müqaviməti eləyir 12 ohm. Bu qolun müqaviməti 6 ohmdur. Buradakı cəryan şiddətini i götürsək, buradan bura keçəndə cəryan şiddəti 2 dəfə, müqavimət 2 dəfə azaldığı üçün cəryan şiddəti 2 dəfə artacaq, 2 olacaq. Yəni 3 i-dir ümumi. Buradakı cəryan isə olur 3 i-yə. Biz birinci ümumi cəryan şiddətinin A1 ampermetrin göstərişini tapmaq üçün biz ona görə müqavimət tapmalıyıq. R ümumini tapmalıyıq. Bura 18, 12 ohmdur. 12 ilə 6 paralel olsun. 12 vurulsun 6 bölək. 12 üstə gələk 6, 18 eləyir. Burada ixtisar gedir, qalır 3. 12 ilə də 3 gedir, qalır 4. Bu qolun müqaviməti ilə də 6 ohm ardıcıldır. 4-ün üstünə də 6 gəlirik. 10 ohm ümumi müqavimət olur. R ümumi bu olur. Bu ümumi deyil. Bu yuxarı paralel qolun müqavimətləridir. Sonra isə ümumi cəryan şiddətini tapsaq, ümumi gərginliyi ümumi müqavimətə bölürük. Ümumi gərginlik 30-dur. 30-u 10-a bölürük. Eləyir 3 amper. Deməli 3 amper bizim ümumi cəryan şiddətimizdir. A1 ampermetrin göstərişi olacaq C.
Sonra isə buradakı 3 amperdirsə, onda 1 amper olacaq. Onda 1 A2 amper metrin göstərişi olacaq. O da olacaq A bəndi. Sonra isə A3-ünki isə 2 idi. 2-ni də 1-ə vuranda 2 amper də burada B olacaq. Doğru cavab C, A, B. Sabit temperaturda ideal qazın həcmi 4 dəfə azalan zaman təzyiqlə həcm tərsdir. Təzyiq 4 dəfə artan zaman həcm təzyiq 4 dəfə azalacaq. Eyni zamanda deyir, təzyiq 15 kilopascal azaldı. Həm də təzyiq 15 kilopascal azaldı. Və buradan bu tənliyi hədsi P bərabərdir 4P çıxılsın 60-a, 3P bərabərdir 60-a. Buradan da alırıq ki, P bərabərdir 20 kilopascal olacaq. İlk təzyiq 20 kilopascal imiş. Psixolometrin quru termometri 20, yaş termometri 18 göstərirsə, nisbi rütubəti təyin. Qurunun göstərişini buradan tapırıq 20. Quru ilə yaşın fərqi 2-dir. Fərqi götürürük 2. Onların kəşməsi bizim nisbi rütubətimizi verəcək. Kəşməsi 83% olur. Doğru cavab 83. Yer səthindən 2-yə hündürlükdə olan cisimə təsirlə ağırlıq vəzi 27 Newton olarsa, bu cisimin yerdə təsirdən ağırlıq vəzini hesablayın. Biz bilirik ki, F bərabərdir G, M, vuraq yerin plan kütləsi bölək, R üstə gələk H-ın kvadratıdır. H 2 yer olarsa, yəni F 9 dəfə yerdəkindən 9 dəfə azalmış olacaq. Yəni R üstə gələk 2 yer, 3 yer kvadratı 9 yer. 9 dəfə azalmış qiyməti 27-yə bərabər olarsa, onda yerdəki qiyməti 27 vurulsun 9-a bərabər olacaq. Yəni hesablasaq 243 Newtona bərabər olacaq.